Salam, bugünkü qonağımız şəxsi brendinq və PR meneceri, həmçinin PR Point-in təsisçisi Aida Ramizdir. Aida xanım, xoş gəlmisiniz. Xoş gördük Zivər xanım. Təşəkkür edirəm dəvət üçün. Əminəm ki, bu günləri maraqlı və hər kəsə ehtiyacı olan lazımlı bir mövzudan danışacağıq. Bəli, bu gün biz sağlamlıqda və karyerada yalan xəbərlər və yanlış məlumatlarla mübarizə yolları haqqında danışacağıq sizinlə. Ümumiyyətlə PR menecer olaraq ilk dəfə yalan xəbərlə harda rastlaşmısınız və bu sizi necə təsirləndirib? PR menecer olaraq deyərdim ki, ilk eşitdiyim xəbərlərdən biri o idi ki, PR menecer asanlıqla pul qazana bilir, amma mən hələ də asanlıqla pul qazanmanın yollarını axtarıram. Ta yolun başında yəni sizi aldadıblar. Bəli, məni aldatmışdılar. Daha sonra belə bir şey var idi ki, deyirdilər ki, PR menecerlər əslində VIP masalarda oturur, amma deməmişdilər ki, əslində o VIP masalarda mikrofonu düzəldənlər PR menecerdir. Və belə bir yalan da demişdilər ki, PR menecerlər sakit ofisdə otururlar. Ancaq kreativ ideyalar düşünürlər. Mən hələ də sakit ofisi axtarıram, amma hələ də tapa bilmirəm. İkinci sual budur ki, niyə görə insanlar tibbdə və karyera sahəsində yalan məlumatlara daha tez inanırlar? Nəinki doğru olanlara? Hər ikisinə ürəkdən inanırlar. Birinə qorxu ilə inanırlar. Çünki sağlamlığınla bağlı hansısa bir şey eşidəndə və yaxud da hansısa bir xəbəri duyanda sən buna qorxu ilə inanırsan. Karyeranda sənin rifahındır, gələcəyindir, daha uğurlu addımlarındır və buna ümidlə inanırsan. Və ona görə də hər ikisi inamla bağlı olduğuna görə, ürəklə bağlı olduğuna görə daha tez şəkildə inanılır. Növbəti sual budur ki, PR sahəsində yalan xəbərlərin ən çox rast gəlinən formaları hansılardır? Bəzən insanlar düşünürlər ki, özləri haqqında qara PR etməklə və yaxud da ki, özləri haqqında hansısa bir şayiə çıxartmaqla və ya onların şəxsi və brend menecerləri onlar haqqında hansısa bir olmayan bir xəbərləri çıxartmaqla məşhurlaşacaqlar və bunlar üçün ən doğru strategiya budur. Güya filan kəs belə oldu, güya filan kəs bu şəkildə nəsə baş verdi, hansısa bir hadisə üzərindən oldu və s. Güya başlıqların olan xəbərlərdir. Və yaxud da ki, bir brend filan vaxtı dağıldı və yaxud da ki, bu brendin başına filan bir şey gəldi. Düşünürlər ki, bu şəkildə düzgün bir PR edirlər, amma başa düşmürlər ki, artıq bu növ PR zamanında bəzi yerlərdə müəyyən bir məşhurluq qatırdısa, müəyyən bir davamlılıq və dayanıqlılıq gətirirdisə, artıq müasir dövrümüzdə bu artıq dayanıqlılıq gətirmir. Çünki insanlar artıq daha bilinçli olublar və daha çox oxuyurlar, görürlər və bunların fərqindədirlər və biz bu güya və yaxud da ki, nəsə baş verdi, nəsə oldu başlıqları adı altında deyil də, daha çox dürüstlüyə, şəffaflığa, həssaslığa əsaslanaraq PR strategiyamızı qurmalıyıq. Bəs jurnalistlər və media işçiləri bu yalan məlumatlarla necə mübarizə aparmalıdır? Deməli, bu bizim hələ də mediamızda böyük problemlərdən biridir. Və hələ də mediada bəzi jurnalistlər və bəzi media işçiləri, buradan məni bəziləri döyəcəklər bəlkə də, amma ki, biz həmkarıq bunlarla. Belə bir xəbər, hansısa bir xəbəri fərqli bir başlıq altında qoyurlar. Bunun daha çox oxunaqlı olması üçün, cazibədar olması üçün. Heç o başlıqla əlaqəsi olmayan bir məzmun açırıq sonra. Mən bunu niyə oxudum deyirik. Və əslində düşünülür ki, bu oxunulacaq, amma bu insanlar tərəfindən, cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Artıq əvvəllər yenə bu yaxşı qarşılanırdısa, daha çox oxunmağa, saytın daha çox görünürlüyünə gətirirdisə, artıq amma insanların yenə inamsızlıq problemləri başlayıb, etibarsızlıq və etimadsız problemləri başlayıbdı və bundan çıxmaq lazımdır ilk etapda. Ümumiyyətlə biz hansısa bir xəbəri paylaşırıqsa və yaxud da ki, hansısa bir xəbər veririksə, jurnalistikanın qayda və prinsipləri var və orada mənbə kimdir, hansı mənbədən gəlibdir? Biz faktlara əsaslanmalıyıq. İnsanların rəylərini və düşüncələrini önəmli olan hansısa bir xəbər varsa, bu yorum ola bilər. Yəni insanların rəyləri, düşüncələri bu bir əsl xəbər anlamında deyil. Bu sadəcə bir düşüncədir, bu bir rəydir, bu bir fikirdir. Amma biz orada fakt görürüksə, sübut görürüksə, mənbə görürüksə, bu artıq inanırıq və inamımız bu şəkildə artmış olur. Bəs sizcə sosial media, ictimai platformlar bunlar necə təsir edir bu yalan məlumatların yayılmasında? Bu günlər əslində sosial media hamımızın pasport roluna gətirib çıxardıb. Hamı
kiçikdən böyüyə qədər sosial media istifadəçisidir və biz demək olar ki, günlük məlumatları sosial mediadan alırıq. Keçən dəfə anam soruşur, mənə bildirir ki, deyir, əvvəllər çox televizora baxırdım, amma sən heç televizora baxmırdın, həmişə internetdən məlumatlar alırdın. Mən də fikirləşirdim ki, bu uşaq necə heç bu televizora baxmır və yaxud da ki, niyə heç hansısa bir məsələləri müzakirə eləmir də evdə. Mənim atam-anam çox dünyəvi məsələləri, cəmiyyətin problemlərini evdə müzakirə etməyi çox sevirlər. Deyir, mən nə vaxt ki, artıq telefonda TikTokdan istifadə etməyə başladım, YouTubedan, Instagramdan istifadə etməyə başladım və bunu daha çox alışqanlıq halına gətirdim. Səni anladım ki, sən artıq bütün hadisələri, bütün baş verənlərin hamısını telefondan alırmışsan və indi deyir, mən ona görə günlərlə artıq televizoru açmıram. Mənim üçün artıq televizor maraqsızdır və ona görə də biz sosial mediadan bunu yaşlı nəsil, orta nəsil, kiçik nəsil, kiçikdən böyük artıq yəni balaca körpə uşaq 1 yaşında uşağın belə əlində telefon var. 2-3 yaşında uşaqdan belə elə biz davranışlar alırıq, elə bir sözlər, cümlələr eşidirik ki, bizim üçün çox maraqlı gəlir. Bunun əvvəlki dövrlərə baxanda bunu böyüklər də təsdiqləyirlər. Biz yəni uşaqlardan o düşüncələri, rəyləri, hansısa bir fikirləri etmirdilərsə, artıq böyüklər uşaqların 1, 2, 3 yaşlı uşaqların dediklərindən öyrənmiş olurlar. Bu günləri sosial mediada biz bütün hər bir şeyi, bütün xəbərləri, istənilən hər şeyi rahatlıqla əldə edə bilirik. Bəs bir şəxs ya da brend özü haqqında yalan məlumatla üzləşdikdə ilk nə etməlidir? Bu şəxs mütləq şəkildə tanınırsa, cəmiyyət tərəfindən bilinən bir insandırsa, məşhurdursa, ilkin etapda onun üzərinə məsuliyyət daha çox düşür. Çünki o daha çox insanlar tərəfindən bilinir və onun daha çox hədəf kütləsi var, izləyici kütləsi var və o ilkin etapda susmalı deyil. Susmaq hə cavabı verməkdir. Mən bu fikirlə razıyam. Mən sizin dediklərinizdən tamamilə doğru olduğunu təsdiqləyirəm deməkdir. Ona görə ilkin etapda emosiyasız, sakit, heç bir gərginliyi olmadan əsəblərini bir kənara qoyaraq doğru bir şəkildə, soyuq bir şəkildə məsələni izah etməlidir. Məsələnin yanlış olduğunu izah etməlidir və insanların fikirlərini və rəylərini hörmət etməlidir burada. Ola bilər ki, həmin anda o həmin hansısa bir xəbərə inanan insanlar var və həmin o xəbərdən sonra ona qarşı fərqli bir düşüncələr səsləndiriblər, hansısa bir fikirlər səsləndiriblər. O həmin an onların yerinə özünü qoymalıdır, empatiya bəsləməlidir. Özü olsaydı nə deyərdi, necə bir fikir səsləndirərdi və çalışmalıdır ki, emosiyasız şəkildə özünü o həminki böhran vəziyyətindən çıxarsın. Amma gizlənməli deyil, qaçmalı deyil və susmalı deyil. Bəs siz özünüz şəxsi təcrübənizdə yalan məlumatla rastlaşmısınız? Əgər rastlaşmısınızsa, onunla necə baş eləmisiniz? Əslində mən PR işi ilə məşğul olduğuma görə davamlı olaraq yalan xəbərlərlə rastlaşıram. Bu mənim işlədiyim qurumlar, şirkətlər və şəxslərlə bağlı olur. Əslində bu PR-ın gördüyü işlərdən də biridir ki, o kriz vəziyyətlərindən, böhran vəziyyətlərindən çıxmağın yolunu tapmalıdır. Strategiyasına mütləq şəkildə buna yer verməlidir. Və mən özüm rastlaşmışdım. Son gördüyüm tədbirlərin birində bir sponsor var idi və bu birdən-birə bir xəbər çıxdı ki, o sponsor həmin tədbirdən böyük bir tədbir idi, təşkil olunacaq tədbir idi. Həmin sponsor, əsas sponsorlardan biri həmin tədbirin təşkilatçı sponsor olmaqdan çıxıbdı və tamamilə yanlış bir xəbər idi. Nə bu sponsorun brendin xəbəri yox idi, nə bizim bir xəbərimiz yox idi və biz bununla bağlı tez bir şəkildə açıqlama verdik və PR strategiyamızı buna uyğun olaraq qurduq, vəziyyətdən çıxartmağa çalışdıq. Cəmiyyətin maariflənməsində həkimlərin rolu və PR rolu, nə oxşarlıqlar var yəni burada? Əslində cəmiyyətin maariflənməsində ən əsas rollardan biri həkimlərin, PR-ların, müəllimlərin və belə deyək, hüquqşünas və vəkillərin rolu çox böyükdür. Çünki cəmiyyətin ürəyini təşkil edən bir vəzifələrdir, peşələrdir. Amma nə yazıq ki, biz həkimi, müəllimi və hüquqşünası vəkili tanımış oluruq. Amma PR-ı çox insan tanımır və ən əziyyət çəkdiklərimiz nöqtələrdən biri budur. Amma hər kəsin, hamının bir PR-a, şəxsi brendinq menecerinə ehtiyacı var və siz həkimlər insanları sağaldırsınız. Onların hansısa bir sağlamlığı ilə bağlı problemlər olur. İnsanları sağaldırsınız. Biz isə insanların reputasiyasını sağaldırıq. İnsanların imicini düzəldirik. Hər ikisi olmadan həyatı təsvir etmək mümkün deyil. Və çünki siz insanın daxilini sağaltmış olursunuzsa, biz onun vizuallığını sağaltmış oluruq. Düzgün təqdim etməni göstəririk. Bəli, şanını, şöhrətini, onun düzgün cəmiyyətə necə təqdim olunmalıdır
olmalıdır, onu göstəririk və hər ikisi də biri var ki, hətta belə bir şey də mən deyirəm bəzən mənə müraciət edən müştərilərimə. Onlar deyirlər ki, məsələn, mən SMM-ə bu qədər pul verdim, SMM mənə bunu etmədi. Mən SMM-ə bunu dedim, SMM mənə bunu etmədi. Yazıq SMM-ləri bu nöqteyi nəzərdən qınayırlar, amma SMM-in işi strategiya yazmaq deyil. SMM-in işi düzgün image və reputasiya saxlamaq deyil. Yəni SMM-in tamamilə başqa bir işi var. Mən bildirirəm ki, siz elə bil ki, hansısa bir xəstəliyiniz var, getmisiniz medsestranın yanına. Medsestra sizə təqribi bir praktikasından deyə bilər ki, hə, bunu eləyə bilərsən, onu eləyə bilərsən. Amma həkimin yanına gedib analiz verməmisiniz, həkimin hansısa dediyi yerlərdən keçməmisiniz, həkimin düzgün o reseptinə əsaslanıb öz müalicə strategiyanızı qurmamısınız və ona görə də nəticəni bunu almısınız və başlayırsınız SMM haqqında bu kimi sözləri deməyə. Ona görə PR menecer elədir. Əgər sənin bir imicində, reputasiyanda və yaxud da ki, gördüyün işlərdə müəyyən bir nasazlıqlar görürsənsə, problemlər görürsənsə, sən medsestraya yox, sən həkimə müraciət etməlisən. Bəs yalan xəbərlərin yaratdığı ən böyük təhlükə sizcə nədir? Reputasiya itkisidir, etimad itkisidir, ümumiyyətcə nədir yəni? Birinci etimad itkisi deyərdim. Bizim hansısa bir sağlamlığımızda problem olanda biz yaxşı bir həkim tapırıqsa, bizi sağalda biləcək həkim tapırıqsa, bizi düzəldir, bizi yenidən bərpa edə bilir. Və yaxud da ki, bizim reputasiyamız qırılanda PR menecer çalışır ki, o reputasiyanı düzəltsin, imici qaydasına qoysun. Amma etimad qırılanda o etimadı insanlar tərəfindən yenidən qazanmaq çox çətin bir prosesdir. Çox vaxt qazana bilmirsən, çox az hallarda etimadı yenidən qazanmaq olur və sən məcbursan ki, ikinci dəfə doğulasan və ikinci dəfə o insanlar tərəfindən o etibarı qazanasan. Ən çətini etimad. Və son olaraq gənc nəslə məsləhətiniz nədir? Doğru informasiyanı, yalan informasiyadan necə ayırmalıdırlar? Əslində özümdə gənc nəsləm, hələ yaşlanmamışam. Amma nacizanə bir tövsiyəm olar. Təcrübəsiz olanlara deyək də. Bəli. Nacizanə bir tövsiyəm ola bilərdi ki, gördükləri xəbərə, gördükləri məlumatlara ilkin etapda inanmasınlar. Onları bir neçə mənbədən yoxlasınlar və dəqiq mənbələrdən yoxlasınlar. Bilinən bir yerlərdən baxsınlar, araşdırsınlar. Ondan sonra o məlumata inansınlar. Ayda xanım, çox təşəkkür edirəm. Çox sağ olun İzbər xanım. Mən çalışdım ki, sizin bu dürüst danış rubrikanızda dürüst və şəffaf danışım. Olabildiyi qədər dürüst danışdığınızı düşünürəm. Təşəkkürlər təkrar.